Salam uşaqlar, mən MHM Tədris Mərkəzinin Azərbaycan dili müəllimi Yaqut Səbxanova. Bugün sizlə köməkçi diksələrinin homonimliyi məsələsinə toxunaq. Nədir köməkçi diksələrində homonimlik? Əsas diksələrində gördüyümüz xüsusiyyəti biz köməkçi diksələrində də görə bilirik. Bir toxunaq. Ən çox diqqətimizi çəkən, ən çox testlərdə qarşımıza çıxan məqamlar hansılardır? Başlayaq qoşmadan uşaqlar. Qoşmalarda hansı homonimləri görmüşük? Kimi, daha sonra kiminin həm daxili homonimliyi var, həm də eyni zamanda əsas nitq hissəsindən qədəri qeyd edək. Daha sonra iləni qeyd edək. Bir hamısına aydınlıq gətirəcəm. Sonra təki, daha sonra ayrı, başqa, tərəf, daha sonra ən çox rastımıza çıxan məqam cacə, doğru, sarı, daha sonra əvvəl, qabaq, sonra bəri, daha sonra əlavə, daha sonra əsasən, eyni zamanda hansını qeyd etmədik? Qədəri, kimini, özgə, savayı, daha sonra doğrunu, tərəfi qeyd etdik. Bir də var özgə. Danışaq bunlar haqqında. Dediyimiz kimi də hətta qoşma daxilində homonimliyində şahid oluruq. Həm bənzətmə qoşması kimi, həm də məsafə kimi işlənə bilər. Məsələn, səhərə kimi yatmadım. Nə zaman? Burada zamanın məsafəsini göstərdi. Bir də deyirik ki, onun kimi çalışır. Onun tək çalışır. Burada isə bənzətmə mənası gördük. Deməli, kimi də həm öz daxilində homonimliyi oldu, həm də əsas nitq hissəsinə baxaq. Əsas nitq hissəsindən də homonimliyi var. Hansıdır? Kimi oxuyur, kimi yazır. Qeyri-müəyyən əvəzliklə. Çox vaxt bunu elə düşünürük ki, sual əvəzliyi ilə də homonim ola bilər. Amma yadda saxlamaq lazımdır ki, kimi sual əvəzliyi, kim, üstəgələk, təsirli hal. Başlanğıcı bunu kimdir? Yəni o kimi ilə bu homonim ola bilməz. Biz qeyri-müəyyən kimidən danışırıq. Qeyri-müəyyən əvəzlik kimi. Hər biri bu şəkildə nəzərimizə çarpır. Yəni qeyri-müəyyən kimi götürə bilərik onun homonimliyini. Məsələn, kimi oxuyur, kimi yazırdı. Bir də deyirəm ki, evə kimi getdik. Bu kimi qoşmasının homonimliyi oldu. Daha sonra keçirik qədərə. İsim kimi görürük qədəri. Məsələn, deyir ki, qədər yazdığına bizdə çarə yox. Yəni talih, qismət mənasında. Bir də qədər qoşması. Evə qədər onu apardım. Və yaxud da mənim qədər çalışır. İlə qoşması. İləni biz bağlayıcı ilə görürük. Nə etməliyik? Dərslərdə də qeyd edirik bunu. Əgər biz bunun qoşma olduğunu şübhələniriksə, xəbərə baxmalıyıq. Xəbərimiz cəmdədirsə, bu zaman ona qoşma yox, bağlayıcı kimi yanaşırıq. Məsələn, deyirəm ki, Aysel ilə Gülnar sinif yoldaşıdırlar. Xəbərdə lar şəkilçisinin əlamətini gördük. Yəni cəmliyin əlamətini gördük. Rahatlıqla deyə bilərik ki, burada ilə bağlayıcıdır. Bir də var ki, mən onunla birgə etdim. Burada isə birgəlik qoşmasıdır. Yəni xəbərdə cəmlik öz əksini tapırsa və ilə rahatlıqla əvəz eləyə biliriksə, ilə bağlayıcıdır. Əks təqdirdə isə ilə qoşmadır. Bu məqamı yadımızda saxlayırıq. Özgə. Məsələn, deyirəm, sifətlə homonimdir. Özgə atına minən tez düşər. Bir də deyirəm ki, səndən özgə heç kim istəmirəm. Səndən başqa, səndən ayrı, səndən özgə. Bu formalarda isə hal şəkilçili sözdən sonra qoşma mövqeyində çıxış edir. Tək qoşması. Tək qoşmasını 3 nitq hissəsi ilə görürük.
zərf kimi. Məsələn, tək dayanmışdı. Sifət kimi tək əldən səs çıxmaz və yaxud da tək odur mənim gözlədiyim. Yəni yalnız, tək. Burada isə nə olacaqdı? Burada məhdudlaşdırıcı ədat mövqeyində çıxış edir. Bir də deyirəm ki, onun tək çalışır. Xatirə tək yadda qalacaq. Burada isə qoşma mövqeyində işləndi. Ayrı sözü səndən ayrı, səndən özgə, səndən başqa sinonimli oldu eyni zamanda bu iki sözün arasında. Və ayrını harda görə bilərik? Sifətdə görə bilərik. Ayrı iş tapmırsan və yaxud da zərfdə görə bilərik. Ondan ayrı düşüb zərf kimi çıxış etdi. Bunun da homonimliyinə toxunduq. Başqa da, məsələn, sifət kimi. Başqa insanlarla çox oturub durma. Yəni ayrı insanlarla, özgə insanlarla. Bir də səndən başqa heç kim gəlməmişdi. Burada isə qoşma mövqeyində işləndi. Daha sonra keçirik əsasənə. Əsasəni modal kimi, bir də istinad qoşması kimi görürük. Əgər əsasənin hər iki tərəfində cümlədə vergül gördüksə, bu zaman biz ondan rahatlıqla modal söz kimi danışarıq. Məsələn, o əsasən bizim fikirlərimizlə razılaşdı. Bu zaman modal sözdür. Amma deyirəm ki, sənədlərə əsasən mən bugün orada olmalıydım. Yəni istinad edirəm. Sənədlərə istinad edirəm ki, sənədlərə görə, sənədlərə əsasən mən orada olmalıydım. Burada isə qoşmadan danışdıq. Daha sonra keçirik. Tərəf isim kimi düşünülə bilər. Məsələn, deyirəm ki, hər tərəf ağ örpəyə bürünmüşdü. İsimdir. Bir də deyirəm, məktəbə tərəf getdik. Bir də tərəf oponent mənasında işlənə bilər. Məsələn, bütün tərəflər sənədə qol çəkdi. Burada isə bir başqa mənasında gördük. Cacə tez-tez rastımıza çıxan qoşmalardan biridir. Dəryaca ağlın olsa, kasıb olsan gülərlər. Və yaxud da nitq hissələri quruluşca 3 yerə bölünür. Əgər onu görəklə əvəz edə biliriksə, bu zaman deyirik ki, qoşmadır. Quruluşuna görə, yaşına görə, boyuna görə və s. Əgər əvəz edə bilmiriksə, qüvvətləndirmə mənası yaradırsa, burada isə ədatdır. Məsələn, deyirik ki, zərrəcə, xırdaca, körpəcə və s. nümunələri. Yəni, cacəni ədatda və qoşmada görə bildik. Doğru. Məsələn, doğru sözə zaval yoxdur və yaxud da doğru danışırdı. Sifət və zərf kimi çıxış etdi. Bir də deyirəm, məktəbə doğru bir getdik. Əlavə. Məsələn, deyirik ki, bugün müəllim əlavə dərs keçdi. Hansı dərsi? Sifətdir. Bir də deyirəm ki, bundan əlavə məndə başqa sənədlər də var. Yəni, bundan başqa, bundan özgə mənasında qoşma və sifət kimi homonim oldu. Sarı 3 məqamda işlənə bilir. Məsələn, əlimi sarı, qolumu sarı feildir. Daha sonra evə sarı. Bu zaman nə olacaq burada? Tərəf qoşması, istiqamət qoşması. Bir də deyirik ki, kəndə sarı avtobus gəldi. Bax, bu cümlə tezdə qabağımıza çıxır və onu biz həm qoşma, həm sifət kimi düşünə bilərik. Amma desəm ki, sarı paltar, nə bilim, sarı çanta, bu zaman bir mənalı şəkildə onu sifət kimi düşünürük. O kəndə sarı avtobus gəldi cümləsində tez-tez rastlaşırıq. Həm qoşma, həm də ki, sifət kimi düşünmək mümkündür. Demək, 3 homonimliyi var. Qoşma, sifət, feil. Əvvəl, sonra, qabaq. Üçünü bir izah edəcəm. Ən çox da əvvəldən sonranı. Həm zaman zərfi kimi, həm də qoşma kimi görürük. Dan-dən şəkilçili sözdən sonra gəlirsə, əsasən qoşmadır. Məsələn, o gündən sonra, o gündən əvvəl və yaxud da dərsdən sonra, dərsdən əvvəl və s. Burada qoşmadır. Bu zaman biz ona qoşma kimi yanaşırıq. Ancaq tək iştirak edirsə, üzərinə cacə ədatını əlavə edə bilirəmsə, bu zaman isə zərfdir. Məsələn, əvvəl o içəri girdi. Əvvəlcə o içəri girdi formasında düşünürəmsə, qarşısında heç bir söz yoxdursa, bu zaman mən ona zərf kimi yanaşa bilərəm. Bəri. Bəri də zaman mənası yaradır. Amma bəri yuxarıda bu ikisindən fərqli olaraq zaman yox, yer zərfliyidir. Yəni ona yer zərfliyi kimi yanaşırıq. Yer zərfliyi məqamında toxuna bilərik ona. Deməli, bərini də qeyd edək. Daha sonra uşaqlar qabaqlar.
qabağı nə kimi düşünə bilərik? Qabaq isimdə belə deyək işlənir. Məsələn, balqabaq. Bax, bu mənada isim kimi biz onu düşünə bildik. Aha. Başa düşdük. Deməli, bu məqam bizim üçün aydın oldu. Bu, qoşmaların homonimlik məsələsi idi. İndi keçək bağlayıcıdakı homonimlərdən danışaq. Bağlayıcıda hansı homonimlərimiz var? Bağlayıcıda hansılar haqqında danışa bilərik? Onlara nəzər yetirək. Bağlayıcıda ən çox rastımıza çıxanlar, bunları təmizləyək, keçək bağlayıcı haqqında qeydlərimizi götürək. Deməli, bağlayıcıda ən çox rastımıza çıxanlar ki, daha sonra da, daha sonra hətta, yəni bu şəkil homonimliklərimizi göstərə bilərik. Məsələn, nə qeyd edə bilərik bağlayıcıda? Ki-ni hansı hallarda göstərə bilərik? Ki, hansı hallarda ortaqlıq təşkil edir? Eyni zamanda iləni də qeyd edə bilərik. Hadi qeyd edək. Daha sonra iləni, dadəni, həttanı, yənini, ancağı. Aha. Ki-dən başlayaq. Ki-ni harda gördük? Ki-ni biz gördük ədadda, bir də bağlayıcıda. Əgər söz hərəkət bildirən bir sözdən, yəni feildən sonra gəlirsə, özündən sonra sual yaradırsa, vergül məqamını qeyd etmirəm. Əsasən vergül qoyulacaq. Əgər ki bağlayıcıdırsa, özündən sonra vergül istəyir. Yəni bu məqamı görürüksə, özündən sonra sual formalaşdırırsa, biz ona bağlayıcı kimi yanaşırıq. Məsələn deyirəm. Demişdim ki, bizdə sual yaranır. Nəyi? Gələndə kitabları da gətir. Demişdim ki, oxumuşdum ki, nə bilim bu hadisə plan ildə baş verib. Bu zaman bağlayıcıdır. Amma deyirəm, adlardan sonra gəldikdə, sən ki belə deyildin, sən ki belə deyildin və yaxud da o ki mənlə getməyə razı idi və s. Adlardan sonra gəlirsə, buna ədad kimi yanaşırıq. Bir məqamı da düşünək. Qüvvətləndirici ədaddır bu. Cümlənin sonunda da gələ bilər. Məsələn, deyirəm ki, sən bunları başa düşmədin ki, cümlənin sonunda gəldi, bir mənalı şəkildə mən onu ədad kimi düşünürəm. Daha sonra deyirəm, bizimki alınmır ki, alınmır. Təkrar olunan sözlərin arasında. Yəni, yazaq bunu da. Alınmır ki, buradakı vergüldən ağlımız qarışmasın. Burada təkrar olunan sözlərin arasında qoyulub sadəcə. Bu hissədə yenə də təkrarların arasında mən onu ədad kimi götürürəm. Yəni bizimki alınmır ki, alınmır. Burada ədad mövqeyində çıxış edib. Daha sonra başqa bir məqama toxunaq. Dadə. Dadəni harda gördük? Dadəni ədadda gördük, bağlayıcıda gördük. Məsələn, deyirəm, kitabda, qələmdə, çantanın içərisindədir. İştirak bağlayıcısı. Bir də deyirəm, cümlənin sonunda qüvvətləndirmək üçün. Çıx gəl də. Burada isə qüvvətləndirmə mənasındadır. Və yaxud da yadımızda saxlayırıq. Sasə plus dadə strukturu həmişə ədad olacaq. Gəlsə də mən onu bağışlamaram. Üzr istəsə belə, mən yenə də onunla barışmadım. Burada sasə dadə strukturunu gördük və dedik ki, artıq ədaddan danışırıq. Buna artıq biz bağlayıcı yox, ədad kimi yanaşmalıyıq. Bu hissədə yəqin ki, aydın oldu. Keçirəm digər bir mövqeyə, digər bir məsələyə. Həttadan danışaq. Həttanı harda gördük? Hətta əgər sadalananların arasında varsa, ona bağlayıcı kimi yanaşırıq. Məsələn, deyirəm ki, o kitab, dəftər, qələm, hətta çanta da aldı. Burada sadalananların arasında iştirak elədi. Deməli, bağlayıcıdır. Bir də sadalananlar yoxdur. Sadəcə olaraq cümlədə bir dənə hətta var. Məsələn, deyirəm ki, hətta o da bu işə razı deyil. Artıq burada hətta qüvvətləndirmə ədatı kimi işlənib. Daha sonra uşaqlar ancaq haqqında danışaq. Ancaq haqqında nə görə bilərik?
Məsələn, ancaq haqqında nümunə göstərirəm. Deyirəm, mən danışdım, ancaq uşaqlar başa düşmədi. Burada ancaq qarşılaşdırma bağlayıcısıdır. Bir də deyirəm ki, ancaq o mənim dediklərimlə razılaşa bilər. Yalnız, təkcə bir əvəz eləyə bilirəmsə, bu zaman isə mən ona nə kimi? Ədat kimi, məhdudlaşdırıcı ədat kimi yanaşıram. Daha sonra gəldim yəni haqqında danışmağa. Yəni haqqında nə deyə bilərik uşaqlar? Yəni, əgər aydınlaşdırma mövqeyindədirsə, burada bağlayıcıdır. Misal göstərirəm. Hər yer qaranlıq idi. Yəni, heç bir işıqdan istifadə olunmamışdı. Mənə açıqlama verdi. İkinci tərəfdə mənə nə isə açıqladı. Burada bağlayıcıdır. Bir də deyirəm ki, yəni mənim dediklərimdən heç nə başa düşmədin? Burada isə sual ədatı formasında çıxış edib. Mənalara, məzmunlara diqqət eləməliyik. İlə haqqında bayaq geniş danışdıq. İlə işlənən cümlələrdə əgər xəbərdə lər varsa, cəmdədirsə, onlar, məsələn deyirəm, Əli ilə Vəli qardaşdırlar. Nə bilim, onlar bir yerdə gəldilər. Lər şəklində, xəbəri cəm şəkildə görürüksə, buna bağlayıcı kimi yanaşırıq və ilə əvəz edirik. Əgər biz orada bir vasitə, bir birgəlikdən söhbət açırıqsa, artıq ona qoşma kimi yanaşırıq. Təkrarlanan sözlərdə məsələn deyir ki, sən çıxdın qarşıma duzla, çörəklə. Duzla, çörəklə. Nə olacaq burada? Təkrarlananlarda qoşma. Qoşma kimi düşünürük bu məqamı. Bu hissədə yəqin bizim üçün aydın oldu. Daha sonra keçək başqa bir məqama toxunaq. Bu bizdə bağlayıcıların içərisindəki homonimləri idi. İndi bir qədər də ədatlara baxaq. Ədatlarda hansı məqamları qeyd edə bilərik? Ədatlarda hansı məqamlar bizə, yəni diqqətimizi çəkə bilər? Nə? Necə? Elə. Daha sonra hansını göstərə bilərik? Düz. Düzün tam-tamına 5 mənası var. Ən çox məna tayı olan odur. Sonra əsil. Bir qədərlərinə toxunaq. Yənini bayaq qeyd etdik orada, keyini qeyd etdik orada. Daha sonra bir. Bu da çox vaxt bizi çaşbaş salan məqamlardandır. Artıq. Aha. Bir qədər bunların üstündə düşünək, bir qədər bunlara baxaq, görək necə olur bunlar. Məsələn, nə? Nə və necə? İkisini bir yerdə şərh eləməyə çalışım. Nə, necə? Bu ikisi özündən sonra sifət tələb edirsə, sifət gəlirsə, qüvvətləndirmə mənasında işlənir. Məsələn deyirəm, nə gözəl gündür. Necə təmiz havadır. Burada qüvvətləndirir. Sanki məzmunu çoxaldır. Bu zaman ədat kimi düşünürük. Bir də deyirəm ki, nə axtarırsan, necə istəyirsən. Burada isə sual əvəzliyi məqamındadır. Elə ədatına baxıram, dəqiqləşdirir. Elə mən dediyim adamdır. Elə mən istədiyim kitabdır. Bir də deyirəm ki, mən onu bağlayıcı əvəzlik kimi işlədirəm. Deyirəm ki, elə danış ki, mən də eşidim. Və yaxud da elə insan ol ki, hamı sənə hörmət etsin. Əvəzlik məqamında işlətdi. Bir dəfə sifət əvəz etdi, bir dəfə isə zərf əvəz etdi. Bu məqama da toxunduq. Demək, əvəzlik bir də ədat məqamında. Düz. Düzü isim məqamında. Məsələn, mil düzü, muğan düzü. Düzü feil məqamında. Kitabları şkafa düz. Düzü sifət məqamında. Düz söz. Düz zərf məqamında. Düz danışır. Bir də maşın düz yanımda dayandı. Lapını əvəz eləyə bilirəmsə, ədat mövqeyində iştirak elədi. Bu məqamlarımızı qeyd eləyək hər birini. Əsil. Əsil hansını deyə bilərik uşaqlar? Məsələn, əsil dost hər zaman ələ düşməz. Necə dost? Əsil dost. Bir də deyirəm ki, əslə aid bir nümunə. Məsələn, əsil mən deyən filmdir. Yəni fikrimi dəqiqləşdirdi, qüvvətləndirdi. Burada isə ədatdan danışırıq. Daha sonra uşaqlar keçirik birə. Birləşmələrin daxilində görürük biz. Gözəl bir gün, təmiz bir hava, nadinc bir uşaq. Oradakı bir qüvvətləndirmə ədatıdır. Bir də deyirəm ki, məsələn, bir dön bizim Bakıya bax, sahilləri çıraq-çıraq. Burada
Biri 2 ilə əvəz edə bilmədi. 2 dön bizim Bakıya bax demək nə qədər anlamsız gəlir. Demək ədatdır. Amma deyirəm ki, o bir gün dərs buraxdı. Bir gün, 2 gün, 3 gün əvəz edə bilirəm. Demək burada saydan istifadə olunmuşdur. Məna taylarına diqqət etmək lazımdır. Söz birləşməsinin arasındadırsa mütləq ədatdır. 2 ilə 2 ilə, 3 ilə, 4 ilə, 5 ilə əvəz etmək olmursa, yenə də ədat kimi yanaşıram. Amma mən onu başqa bir sayla əvəz edə bilirəmsə, burada bir artıq saydır. Artığa gələk danışaq. Məsələn deyirəm ki, artıq tamah baş yarar. Artıq tamah burada ifadəsindən söhbət getdi. Hansı tamah deyirik? Artıq tamah. Bir də deyirəm ki, artıq yola düşmək vaxtıdır. Burada isə mənamı qüvvətləndirdi. Ədat kimi çıxış etdi. Deməli, həm sifət, həm ədat olduğu hala rast gəlirik. Çox vaxt uşaqları çaşbaş qoyan bir məqam var. Olduqca məqam var. Gəlin ona da bir nəzər salaq, görək o necə olacaq. Ədadda görürük bunu. Ədadları biz çoxaltma dərəcəsində də görüb gəlmişik bugünə. Demək, olduqcanı yazırıq bura. Olduqca. Əgər özündən sonra sifət tələb edirsə, olduqca çətin tapşırıqdır. Olduqca gözəl gündür. Olduqca ağıllı şagirddir. Ədatdır. Amma zaman anlayışı bildirirsə, məsələn, və yaxud da belə deyək də, tapşırıqlar olduqca mənə xəbər edərsən. Nə zaman? Tapşırıqlar olduqca. Və yaxud da deyirəm ki, başqa bir məqamda dıqda, dikdə, duqda, düqdə ilə, ınca ilə əvəz eləyə bilirəmsə, burada ona feili bağlama. Feili bağlama kimi yanaşıram. Aha. Yəni bu məqamlara diqqət eləmək lazımdır. Özündən sonra sifət gəldisə, ona mən ədat kimi yanaşdım. Olduqca çətin, olduqca gözəl, olduqca maraqlı və s. Bir də deyirəm ki, olduqca mənə də göndərərsən. Yəni olanda, anda ilə, dıqda ilə, ınca ilə əvəz edə bilirəm. Bu zaman isə feili bağlama kimi düşünürəm. Uşaqlar, məsələn, belə bir nümunə var testlərdə. Deyir, tapşırıqları olduqca çətinliklə həll edirdi. Tapşırıqları yazaq bura. Olduqca çətin yazırdı. Aha. Bunu iki məqamda düşünəcək. Biri var tapşırıqları olanda, icra eləyəndə. İkisini bir yerdə düşündüm. Bir də deyirəm ki, tapşırıqları olduqca çətin. Çətin sözündən əlaqələndirirəm. Bir dəfə feili bağlama kimi, tərkib kimi. Bir dəfə isə çətinlə əlaqə edib ədat kimi düşünmək olar. Yəni belə testlər qarşımıza çıxanda ikili məna var deyə bilərik rahatlıqla. Bu məqamlar da aydın olduğuna görə başqa bir hissəyə keçirik. Keçək uşaqlar biraz da, məsələn, köməkçilərdən, məsələn, elə ədatdan danışmışkən barıdan danışaq. Barı. Yəqin ki, eşitmisiniz. Əgər mən deyirəm ki, barı bu işləri yoluna qoyan, arzu şəklindən işlədiriksə, arzu ədatı kimi düşünə bilərik. Bir də deyirəm ki, qonşu barısını yeni sulamışdı. Artıq burada vurğu fərqinin də olduğunu görürük. Homonimdir mi desə, deyirsiniz xeyr. Çünki vurğusu deyilişi cəhətdən fərqlənəcək. Sonra uşaqlar, başqa bir məqama qeyd edək burada. Cacəni sifətə, saya, zərfə, bəzən də ismə qoşanda ədat olur. İkicə, sakitcə, yaxşıca, zorbaca, körpəcə və s. Burada həmişə ədat mövqeyində çıxış edir. Modal sözlərin bəzi məqamlarına diqqət edək. Modal sözlərdə əsasən haqqında danışmışıq deməli. Əsasən də nə dedik? Dedik ki, iki tərəfindən virgülə rast gəldiysə, yəni hər iki yanından virgüllər qoyuldusa, məncədir, əsasəndir. Bax, bunlarda hər iki tərəfdən virgül qoyuldusa, modal kimi düşünəcək. Əgər virgül yoxdursa, məncəni əvəzlik plus qoşma.
Əsasən isə eləcə qoşma. Qoşma kimi düşünmək lazımdır. Bu məqamda aydın oldu yəqin ki. Sonra uşaqlar var ha, məsələn, modal sözlərdə şübhəsiz, məsələn, şəksiz, müxtəsər, xülasə. Məsələn, xülasədən danışaq. Vurğu fərqlənir. Qəzetin xülasəsi, bir də xülasə. Və yaxud da deyirəm ki, müxtəsər vurma düsturu, bir də deyirəm müxtəsər. Artıq vurğuların fərqləndiyini görürük. Və yaxud da sözsüz, şübhəsiz. Məsələn, şübhəsiz məsələlər. Hansı məsələlər? Bir də şübhəsiz. Daha sonra sözsüz cümlə qurmaq olmur. Sifətdir. Bir də deyirəm ki, sözsüz, o bu işlə razıdır. Yəni, məna fərqlərini nəzərə almalıyıq. Yaxşı sözümüz. Yaxşı. Hər iki halda vurğu sondadır. Yaxşı, sən deyən olsun. Bir də deyirəm ki, o dərslərini yaxşı oxudu. Hər iki halında bu sözü omunim götürmək olar. Amma digərlərində gördük, uzanma və yaxud da vurğu fərqi onları tam olaraq omunim kimi yanaşmağa imkan vermədi bizə. Məsələn, başqa nə qaldı bizdə? Nidanın omonimliklərindən. Hansılardır? Nidanın omonimliklərində. Axı götürə bilərəm. Uyu götürə bilərəm. Hey götürə bilərəm. Aha, oxu götürə bilərəm. Daha sonra hansı qaldı burada? Deməli, bunları ayı götürə bilərəm. Bunlar haqqında da bir qədər danışaq. Ax, çayın axması. Və yaxud da deyirəm ki, ax, bu iş niyə belə oldu? Və yaxud da oxduğunun kimi, nida kimi. Bir də deyirəm ki, ox, yay mənasında. Uyumaq feili mənasında. Heç kimin fitnəsinə, feilinə uyma. Bir də deyirəm ki, uy, bu iş başımıza gəldi. Və yaxud da ay. Aya nə deyə bilərik? Göy cismi, səma cismi. Bir də deyirik ki, ay, əlim kəsildi. Yəni, hisslə, həyəcanla deyəndə nida oldu? Hey. Heyi biz zərf kimi görürük. Hey danışırsan, heç susmursan. Burada danışırsan, zərfdir. Həmişə danışırsan mənasında. Daha sonra dizlərimdə hey qalmadı. İsim kimi. Bir də deyirəm, hey, yoldan ötən, bura bax. Burada isə çağırış nidası kimi işləndi. Sonra uşaqlar, bunlardan hansı qaldı? Amanı deyə bilərik. O, aman diləyəni, yaxşı yazaq bunu, aman. O, aman diləyəni geri göndərməzdi. Bir də deyirəm ki, ay aman, bu niyə belə oldu? Sonra vayı götürə bilərik uşaqlar. Vay. Səsli qız poemasında var ha. Deyir, susturuldu vay səsi. Yəni ki, vay mənasında, yas mənasında. Bir də deyirsən, vay, evim yıxıldı ki, artıq burada biz hisslə, həyəcanla deyirik və nida işlətmiş oluruq. Bu qədər. Köməkçilərin omonimliyindən müxtəlif məsələlərə toxunmaq istədim. Müxtəlif məsələlərə aydınlıq gətirdik və dərsimiz bu qədər uşaqlar. Sağ olun, salamat qalın.